dünyada arıçılıq elmində var, sübut olunmuş bir elmdir. Mən də illərdir ki, bunu arzulayırdım ki, öz əllərimlə bunu bir arıçı kimi hazırlayım. Bu da şükür Allaha bu il mənə nəsib oldu. Biraz əziyyət də olsa öhdəsindən gəldik. Demək, bu evcik taxtadan olmalıdır. Çünki təbii materiallar vacibdir olması. Bütövlüklə taxtadandır. Bunun da ki, içəridən, yuxarıdan tam izolyasiya olunmalıdır ki, çöldən yayın o 40 dərəcə istisini insan burada hiss eləməsin. Yəni, o dərəcədə bu termos kimi hazırlanmalıdır. Nə qədər çox arı yerləşdirə bilsək bura, bir o qədər də müalicə təsiri yüksək olacaq. Yəni, burada aşağı hissədə arılar yerləşir, 11 arı ailəsi yerləşir, hər biri 18-20 çərçivəlik. Arılar çölə işləyir, yəni biz bura daxil olanda arıları görmürük, yəni arı bizə görünmür. Sadəcə ventilyasiyalar var, bu ventilyasiyaları açırıq, tam burada uzanıb 2 saat ərzində insan yuxuya gedir. Yəni, əsasən də may ayından tutmuş ta sentyabra qədər. Yəni, arılarla yuxu, yəni arıların bu səsi, vıcıltısı insanı yatırdır, yuxuya verir. Həm də ki, bunların bu tənəffüs etdiyi bu hava, arıların, burada propolisin qoxusu, balın qoxusu, arı südünün qoxusu, güləmin qoxusu, bütün bunlar ventilyasiyadan bu balaca otağın içinə daxil olur. İnsan burada ondan nəfəs alır. Yəni arılarla təmas yoxdur da? Yox, burada yoxdur tamamilə. Amma arılar çölə işləyir. Elə bil ki, biz burada arıları yerləşdirmişik. Bizə lazım olanda ventilyasiyaları bağlayırıq. Məsəl üçün, prosedur qəbul eləmək üçün, burada yatmaq üçün yenidən bu ventilyasiyalar açılır, amma setkadır. Arılar burada heç kimə dəymir. Və əsasən də bu bronxial asma xəstəlikləri üçün, migren xəstəliyi üçün, baş ağrı, bel ağrı, yəni belə bir şeylərdir ki, möcüzəvi bir şeydir. Yəni dünya praktikasında bu geniş var. İndi bizdə Azərbaycanda bilmirəm, valla mən çoxdan bunu arzulamışdım. Belə öz ürəyim istədiyi kimi, mənim fantaziyamla, bütün burada hər bir xırdalığı özüm tək başına əziyyətlə qurmuşam. Valla biz onu hələ təyin eləməmişəm. Mən hələ onu özüm üçün, yəni öz ailəmiz üçün hazırlamışam. Dost, tanış, indi qonaq gələnlər olur ki, belə, hələ heç bir o barədə fikrimiz yoxdur belə. Əgər müraciət edənlərin sayı çoxalsa necə? Ola bilər, yəni ola bilər gələcəkdə. Bir biznesə çevirmək ola bilər. Olar, çox gözəl olardı. Yəni ola bilər. Yəni 2 saat ərzində insan gəldi, 2 nəfər və yaxud 1 nəfər burada o proseduru qəbul elədi. Yəni tam hələ o barədə, biznes barəsində fikirləşmirəm. Yəni bu bir arzum olub. Özüm üçün, dostlar üçün, gəlib sizin kimi dostlar, qonaqlar gəldi. Yay aylarında girdi 1 saat, 2 saat istirahat elədi, çayımızdan, balımızdan daddı. Elə o ən gözəl bir hissdir.